Sürücülərə bir xəbərdarlığımız olacaq. Daha doğrusu biz bir xəbərdarlığı sizin diqqətinizə çatdıracağıq. 21 fevral tarixi üçün diqqətli olun. Bugün 18 fevral tarixidir. Belə ki, aeroport şosesinin hər iki istiqamətində fevralın 21-də saat gecə 02:30-dan 05:15-ə kimi hərəkət dayandırılacaq və nəqliyyat vasitələri alternativ yollara yönəldiləcək. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Məlumatda bildirilir ki, fevralın 21-də Suraxanı rayonu aeroport şosesində Butapalas yaxınlığı yeni quraşdırılan elektron məlumat sürət tablolarının üzərində olduğu metal konstruksiyada son tamamlama işləri görüləcək. Bu səbəbdən qeyd olunan tarixdə gece saat 00:00'dan 05:45'e hava limanı yolundan, hava limanı körpüsündən Məskoroğlu metro stansiyası istiqamətində 02:00'dan 05:15'e Koroğlu metro stansiyasından Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən havalimanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq. Şosenin hər iki istiqamətində isə gecə 02:30-dan 05:15-ə kimi hərəkət dayandırılacaq və nəqliyyat vasitələri alternativ yollara yönləndirilmiş olacaq. Alternativ yol kimi deyəndə Mərdəkan şosesindən gələnlər havalimanına gedişdə məhdudiyyət olmayacaq, amma Zığ şosesinə şəhər istiqamətindən gələnlər isə Suraxanı rayonu Xanlar Ələkbər və 14 iyul küçəsinə istiqamətləndiriləcək. Eyni zamanda sürücülər şəhərdən havalimanı istiqamətinə alternativ olaraq 8 noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət eləyə biləcəklər.